O tikanlı yemişti. Tikanlı yemiş. Baxın necə maraqlıdır. Kənd toyuğu broiler toyuğundan 2 dəfə az qala ucuzdur. Bravo! Bravo! Bellissimo! Çəkiliş aparmağa icazə yoxdur. Yazmışıq ki, muzeydə çəkiliş etmək olmaz. İstəyirsiniz polis çağırın. Kameranı yığışdır. Turistlər də bıçaqla danışmırlar. Mən də eşitdim içəri daşın düşməyini, amma Sən bəxtin gətirdi, daş dəymədi başına. Şanslı adamsın. salam dəyərli dostlar, hər vaxtınız xeyir. Səhər saat 7-dir. Gedirik indi bizim sürücümüz Williamla onun avtomobilinə təmir eləməyə. Çünki dünənləri gecə bizim avtomobilə hücum olundu. Küçədə saks işçiləri tərəfindən. Get, dayanma, sür. Lənətə gələsən. Maşının şüşəsini sındırdılar. Məsələ necədir? Biz kameranı avtomobilin pəncərəsindən çölə çıxarıb çəkiliş aparırdıq. Onlar elə bildilər ki, məhz onları çəkirik, ona görə onlar da qəzəbləndilər. Daşla hücum elədilər bizə. Bütün hallarda onların buna ixtiyarı yoxdur, biz çünki çöldə çəkirdik. Bir sözlə başımıza gələnlərin nəticəsi bu oldu ki, arxa şüşə ısındı. Üstəlik burada avtomobilin boyası gedib, burada daşın izlərini görmək mümkündür. İri daş atıblar, burada əzilib. Bu arada dünənlər daşın biri şüşədən girmişdi içəri. Nə William'a deydi, nə də mənə. Səs eşitdin? Mən də eşitdim içəri daşın düşməyini, amma heç xəbərim olmayıb. Yaxşı ki, daş sənin başına dəymədi. Şüşədən də xəsarət ala bilərdin. Çünki daşı sən oturduğun tərəfdən atırdılar. Şanslı adamsın. Sən bəxtin gətirdi, daş dəymədi başına. Şüşə açıq idi, daş da gəlib, yandan keçib, yəni açıq yerdən keçib. O sürücüyə də deyə bilərdi, mənə də deyə bilərdi, amma Allah istəyəndə saxlayır. Yaxşı qurtardıq. Biz də söz verdik ki, William'a, biz sənin avtomobili təmir elətdirəcəyik. İndi də gedirik, məhz bu avtomobilin servisinə. Baxa görək nə qədər xərcimiz çıxacaq. Açığı hara gedəcəyimizi heç özümüz də bilmirdik. Bircə bildiyimiz o idi ki, maşınımızın markasına uyğun harda satış salonu görsəydik, dayanıb maraqlanmalıydıq. İlk cəhdimiz uğursuz oldu. Bu arada daş indiyə qədər qapıda da saxlamışıq, yadigar. Avtomobil salonuna gəldik, dəyərli dostlar. William elə bilirdi ki, burada avtomobil hissələri satılır. Ona bildirdilər ki, avtomobil hissələri üçün arxada bir yer var. Ora baxmalısan. İnşallah ki, taparıq. Əslində, biz bunu etməyə də bilərik. Çünki bizim danışığımız belə olmuşdu ki, gündəlik o sürücülük eləyəcək. Biz ona qarantiya verməmişdik ki, Afrikada onun başına nəysə gəlsə, biz ona görə ödəniş eləməli olacağıq. Amma insanlıq var. Yəni, düşünürük ki, mütləq şəkildə William'dan halallaşmalıyıq. Yəni, bizə yaraşan olur. Burada da bir şey alınmadı. Onu da deyim ki, yerli cəmaat yaşadıkları ərazini bir o qədər də yaxşı tanımırlar. Ona görə də bizə lazım olan avtomobil servisi mərkəzini güc-bəla ilə tapa bildik. Amma buradakı səliqə səhmanı, Avropa sayağı ofisi və təmir mərkəzini görəndə necə deyərlər, dalağım sancdı. Görürsünüz necə səliqəlidir. Avtomobil servisləri mərkəzi küçələrindən təmizdir. Dırnaqarası fəlakəti artıq hiss eləməyə başlamışdım. 20 ilin köhnə Yapon avtomobilinin arxa şüşəsinin qiymətini eşidəndə isə elə bildim ömrümdən elə 20 il getdi. $850. Bəli, düz eşitdiniz. Təkcə bir dənə şüşənin dəyişməsi $850. Hal-hazırki qiyməti $3-4 min olan avtomobilin təkcə arxa şüşəsi $850 təklif olunurdu. Üstəlik bu ehtiyat hissəsinə görə 4 həftə gözləməli idik. Təmir xərcləri isə ayrıca hesablanacaqdı. Deyəsən, burada avtomobil ehtiyat hissələri tapmaq əməli başlı problemə çevriləcək. Yalan nə deyim, ümidimi tamam itirmişdim. Sürücümüz William'ın üzünə baxmağa da utanırdım. Amma çox keçmədi ki, məhəllə arası servis mərkəzlərinin birindən xoş xəbər aldıq.
Bundan əvvəl Toyota mərkəzində bizə deyirdilər ki, $850 tələb olunur bir şüşənin dəyişilməsi üçün. Amma burada bizə nə az nə çox 120 manat dedilər. Həqiqətən demək olar ki, həmin rəqəmlə müqayisədə havayı sayılır. Biz isə səbirsizliklə o möhtəşəm anı gözləyirdik. Hə, necədir? Yaxşıdır. Əla. Pulunu verək, sağollaşaq. Ödənişimizi elədik. Buna deyirlər halallaşmaq, halallaşdıq. Dəyərli dostlar, halallaşmaq çox önəmlidir. Çox önəmlidir. William'ın maşını artıq düzəlib. Biz ona söz vermişdik ki, avtomobilində heç bir problem qalmayacaq. Murad, sözümüzün üstündə durduq. Əməlli başlı. Yanı bir dənə çəkəydi onları da. Təbii ki, turist olduğumuzdan bizə hər şey maraqlı gəlirdi. Yolun ortasında gördüyüm bu istedadlı gənclər diqqətimi çəkdi. Gördüyünüz bu gənclər yolun kənarında dayanırlar və akrobatik hərəkətlər edirlər, gimnastika hərəkətlər edirlər. İndi biz onlarla danışacağıq, baxa görək onlar həqiqətən də mi bu yolla həyatda ayaq üstə qalmağı bacarırlar ya yox. Uşaqlar, siz ümumiyyətlə akrobat idmançılarsınız, yoxsa bu bir sadəcə hobbidir? Bəli, biz idmançılarıq. Amma ailələrimizin maddi durumu çətin olduğuna görə iş üçün Mombasadan bura gəlib çıxmışıq. Artıq 4-cü ildir ki, bu yolda dayanıb şou göstərməklə insanların diqqətini çəkməyə çalışırıq. Həm onları əyləndirib xoş ovqat bəxş edirik, həm də gündəlik ehtiyaclarımızı qarşılayırıq. Heç olmasa qarşılaya bilirsiniz? İndiki halınızdan razısınız? Desəm ki, hər şey yolunda gedir, yalan olar. Amma həyatda ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır. Şanssızam, mən bu həyata layiq deyiləm deyib sakit oturmuruq. Çalışırıq nəsə eləyək, boş dayanmayaq. Düzdür, tez-tez məyus olan vaxtlarımız da olur. Amma bu bizim gələcəyə nikbin baxmağımıza mane olmur. Bir də görürsən, əli açıq insanlar olur, biraz çox pul verirlər. Elələri də olur, heç üzümüzə baxmaq istəmirlər. Məncə insanlar bir-birinə yardım eləsələr, əl-ələ versələr, daha da irəli gedib həyatda yüksələ bilərlər. Bunu biz daha yaxşı başa düşürük. Çünki göstərdiyimiz akrobatik hərəkətlərdə bir-birimizə yardım etməsək, yuxarı qalxa bilmərik. Bu cür fiziki və hardasa riskli hərəkətlərdən sonra yəqin ki, evə çox yorğun gedirsiniz. Gün ərzində neçə saat burada olursunuz? Elə gün olur səhərdən axşama qədər. Elə də olur, çörək pulumuz çıxandan sonra hərəmiz bir yerə dağılışırıq. Əsas odur, sabah açılsın və hər sabah ümidlə oyanıb sevə-sevə işimizə başlayaq. San Paulunun üzərinə daha çox iş düşür. Daha çox enerji itirir. Yəqin ona yemək çox verirsiniz, hə? Yox, burada hamımız eyniyik və qazancımızı da bərabər bölürük. Məncə belə daha ədalətlidir. Zarafat eləyirəm. Təbii ki, hamınız bir yerdə əziyyət çəkirsiniz. Bu akrobat gənclər hər dəfə müxtəlif hərəkətlər nümayiş etdirdikcə, onlarla bərabər həyəcan keçirirdim. Narahat olurdum. Sanki öz istedadları ilə ətrafa meydan oxuyurdular. Təkcə işıqfordakı saniyələrdən başqa. Bütün sürücülər kimi həmişə qırmızı işığın tez sönməsini istəmişəm. Amma bu dəfə yox. Həyatımda ilk dəfə idi ki, zamanın bu qədər qəddar olduğunu hiss edirdim. Çünki bu gənclər üçün daha çox vaxt, daha çox pul qazanmaq demək idi. Vaxt isə elə tez keçib gedirdi ki. Bəlkə də bu gənclərin həyatda ən böyük arzusu işıqforun daim qırmızı işığının yanmasıdır. Mən də bu nikbin ruhlu gənclərə keşməkeşli həyat yollarında qırmızı işıq arzulayıb sağollaşdım. Kenyada sayılı günlərimiz qalmışdı.
Ondan sonra bizi Afrikanın incisi sayılan, dünyanın ən qonaqpərvər ölkələrindən biri olan Uqandaya səyahət gözləyirdi. Hədəfimiz isə həmişəki kimi qısa zamanda daha çox yer gəzmək və informasiya toplamaq idi. Tələm-tələsik özümüzü çatdırdıq 7 Avqust Memorial Parkına. Muzeyin adından da təxmin eləmək olur ki, burada nə baş veribsə, elə 7 Avqust günü baş verib. 1998-ci ildə avqustda burada terakt baş verib, Amerika səfirliyinin diplomatlarını öldürüblər. Məqsəd Amerikalı diplomatları öldürmək olsa da, bu terror aktından ən çox dinc sakinlər zərər görür. Belə ki, partlayış nəticəsində həyatını itirən 213 nəfərdən cəmi 12-si səfirliyin əməkdaşları olur. Yerdə qalan 201 nəfər isə bəxti gətirməyən sıravi Kenya vətəndaşları idi. Bundan əlavə hadisə nəticəsində 4000 nəfər müxtəlif dərəcəli xəsarət alır. Bu qanlı terrora fətva verən isə Əl-Qaidənin rəhbəri Usama bin Laden idi. Ona sual verəndə ki, bu qədər insanın qətlinə nə ehtiyac var idi, o Amerikanın dostlarının başına nə gələcəyini xəbərdar etmişdi deyə cavab verir. Düzdür, 2 həftə sonra ABŞ hərbi hava qüvvələri terrorçuların Somalidəki bazasını məhv edir. Zərər çəkmişlərin ailəsinə kompensasiya verilir. Amma necə deyərlər, vay ölənlərin halına. Partlayış o qədər güclü olur ki, səfirliyin binasından əsər-əlamət belə qalmır. Və yaxınlıqda Amerika səfirliyi yeni bina ilə təmin olunur. Terror aktı baş vermiş yerdə isə indiki memorial muzey təşkil olunur. Muzeyin içində çəkiliş aparıb daha müfəssəl məlumatlar əldə etmək istəyirdik. Burada da növbəti problemlərlə qarşılaşdıq. Bilet nədir deyəsən? Bilet nədir? Çəkiliş aparmağa icazə yoxdur. Oldu, problem yoxdur. İcazə vermədilər çəkməyə. Foto, video olmasa niyə turistləri bura cəlb edirsiniz ki? Turist də gəlir hansısa bir ölkədən, özünə bir xatirə bir şəkildə çəkdirmək istəyir və yaxud da video yazmaq istəyir, qoymurlar. Böyük kamera başa düşdüm ki, professional kameradan qoymursunuz. Amma balaca kiçik kamera ilə biabırçılıqdır. Üzr istəyirəm, muzeyin içində çəkiliş etməyə icazə yoxdur. Mənim qardaşım, biz biletə görə pul ödəmişik. Məni dinləyin zəhmət olmasa. Tutaq ki, ölkədəki səyahətdən xatirə olaraq çəkiliş edirəm. Burada nə var axı? Deyirsiniz olmaz. Bəli, olmaz. Onda girişdə niyə yazmamısınız ki, çəkiliş olmaz? Orada yazmışıq. Yazmışıq ki, muzeydə çəkiliş etmək olmaz. Bura muzey deyil, parkdır. Mən içəridə çəkiliş eləmirəm axı. Bizdə qaydalar belədir. Muzeydə çəkiliş etməyə icazə verilmir. Ay qardaş, bura muzeyin içi deyil. Burada ağaclar və oturacaqdan başqa nə var? Muzey içəridədir. Mən bilet almışam və parkda çəkilişimi də eləyəcəm. İstəyirsiniz polis çağırın. Zastavit udalить, я spor eləməyə çıxaq gedək burada. Niyə görə ki? Bəli, niyə görə ki? Axı biz içəri çəkiliş edərək girmişdik. Özü də kameranı girişdəki əməkdaşlara tuşlayaraq. Əlimizdəki kameralarla necə içəri keçdiyimizi ki görmüşdülər. Əgər görməyiblərsə deməli telefonla danışan mühafizəçinin iştirakı ilə başları muzeyin pullarını oğurlamağa qarışıb. Düz eşitdiniz, məhz oğurlamağa. Biz 4 nəfər üçün ödəniş etsək də, amma dəmir pulların heç biri ödəniş qutusuna daxil edilmirdi. Sözsüz ki, kimsə xalq dili ilə desək, aparata öz sehirli barmaqları ilə müdaxilə eləmişdi. Bir sözlə pul göstəriş üçün bir dəlikdən daxil edilib, digər tərəfdən çıxarılırdı. Əməkdaşın üzündəki qeyri-səmimi təbəssüm və bu uğursuz dırnaqarası qanuni ödəniş formasına dair şov hətta məndə qıcıq da yaratmağa başlamışdı. Üzümün ifadəsindən də bunu görmək çətin değildi. İnanın ki, bu məsələyə də göz yumub keçəcəkdim. Əgər muzeyin əməkdaşları burada qayda qanunlara ciddi rəayət olunduğunu israr eləməsəydilər. Yəni bilirsiniz necədir? Qapının ağzında əgər fotoya, videoya icazə yoxdursa, bu çox da normal bir şeydir. Deyilməlidir ki, icazə yoxdur, bu bizim qanunlardır, biz də bunu başa düşərdik, qərar verərdik, ya içəri daxil oluruq, ya olmuruq. Vəssalam. Kenyada olduğumuz müddətdə çəkiliş etmək üçün o qədər maneələrlə qarşılaşırdıq ki, artıq belə hallara təəccüblənməməyə çalışırdıq. Lakin hədəfimizdən geri də çəkilmək istəmirdik. Bu ölkənin təkcə gecəqondulardan, səfalət dolu həyatdan ibarət olmadığını göstərmək istirdik. Amma nə fayda? Nairobinin ən böyük ticarət mərkəzlərinin birində də çəkilişə icazə verilmədi. Burada da gizli bir neçə kadr çəkib, bəxtimizi sınamaq üçün növbəti məkanlara üz tutduq. Doğrudan problemdir. Macal vermirlər, bir normal çəkiliş eləyəsən, neynəyəsən. Biz sənə Murad cəhd elədik də ki, burada yaxşı yerləri çəkək.
Sonra deməsinlər ki, Kenya niyə pisləmisiniz? Kenyada yaxşı yeri yoxdur. Yaxşı yeri var. Və gəlib çıxdıq həmin yaxşı yerlərdən birinə. Öz dadlı kofesi ilə dünyaya səs salmış Java House-a. Sifarişlərimizi təzə vermişdik ki, qonşu masada əyləşən administrator kameranı söndürməyi tələb elədi. Biz də tənbəllik etməyib, sifarişi geri çevirərək 360 dərəcə kameramızı götürüb, elə 360 dərəcə adlanan qonşu restorana keçdik. Yaxşı ki, keçdik. Burada bizə orada oturma, burada otur, gözümüz üstə qaşımız var deyən olmadı. Necə deyərlər, fikirlərimiz də 360 dərəcə dəyişdi. Gülərüz personal, gözəl xidmət, dadlı yeməklər, üstəlik kameramıza tərəf çəp baxan da olmadı. Turistə bundan artıq nə lazımdır ki? Amma təəssüflər olsun ki, əcnəbilərin özünü komfortda hiss eləyə biləcəkləri belə obyektlərin sayı o qədər də çox deyil. Bəlkə də elə buna görədir ki, ölkədə turizm göstəriciləri aşağı səviyyədədir. Təsəvvür edin, Kenya ərazisinə görə Azərbaycandan az qala 7 dəfə böyükdür. Əhalisi isə demək olar ki, 5 dəfə çoxdur. Amma ölkəyə gələn turistlərin sayına görə bizdən geridədirlər. Belə ki, keçən ilin göstəricilərinə görə Kenyanı 2,4 milyon nəfər turist ziyarət etdiyi halda, Azərbaycanda bu göstərici 2,6 milyon nəfər olub. Bir sözlə, statistika indiki durumda bu ölkənin turistlər üçün cəlbedici olmadığından xəbər verir. Halbuki hal-hazırda 150 milyard manat borcu olan ölkə üçün turizmlə gələn gəlirlərə hava su kimi ehtiyac var. Qarnımız tox, kefimiz kök, üz tutduq kameramızı tuşlaya biləcəyimiz yerlərə. Bələdçilərimizin Azərbaycan dilini bilmədiklərinə görə fürsətdən istifadə edib ağzıma gələni də olsa oxudum. Bilirəm ki, siz də mənimlə razılaşacaqsınız ki, nə məndən dahi sənətkarımız bülbül olan deyil, nə də toyxanada müğənni. Hüsnünü gözəl ayətləri sevgili canan sardım ki stand from tatı. Bravo, bravo, bellissimo. Yes. Hər öz işi ilə məşğul olsa yaxşı olar deyib yollandıq paytaxtın bazarına. Ət bazarına gəlmişdik. Açığı bazarda wow deyə biləcəyimiz heç nə görmədik. Çünki Afrika ölkələrinin bazarlarında ənənəvi dana, qoyun, keçi və toyuq ətindən başqa satışda eksotik heyvan ətlərinə, timsah, dəvaquşu, eləcə də kudu və springbok kimi antilop məhsullarına rast gəlmək mümkündür. İnsafla deməliyəm ki, Afrika ölkələri ilə müqayisədə bazarda yetərincə səliqə-səhmanın olması diqqətimi çəkdi. Ən azından qəssabların əyinlərindəki ağ xalat burada bəlli bir nəzarətin olmasından xəbər verirdi. Vaxt itirmədən bazardakı qiymətlərlə maraqlandıq. Deməli, dəyərli dostlar, ətin kilosu Nairobidə 900 şilingdir. Bu filə neçəyədir? Balıq filesi Bəli. 800 şillingə. Donuz ətinə oxşayır. Bəli, ferma donuzunun ətidir. 600 şilingdir kilosu. Kilosu 600 şilingdir. Hey, nə çəkirsən orada, hə? Kameranı yığışdır. İstəmirsən çəkmərik. Qorxma, dövlət qurumlarından yoxlamağa gəlməmişik. Sən də bıçağını yığışdır. Turistlər də bıçaqla danışmırlar. Özünə problem yaratma. Yaxşı, çəkmirik, sağ ol. Broiler toyuqları. Budundan da bilmək olur. Toyuğu neçəyə verirsiniz? Broiler toyuğudur. Kilosu 600 şillingə. Bu deməli kənd toyuğudur. Bu qiymət neçədir? 350 kilosu. 350 şilling. Onda belə çıxır ki, burada kənd toyuğu broiler toyuğundan 2 dəfə az qala ucuzdur. Kənd toyuğu broiler toyuğundan az qala 2 dəfə ucuzdur. Amma adətən əksinə olur. Bizə çox maraqlı gəldi. Bu nə ilə bağlıdır? Məncə ferma toyuqları daha gigiyenik şəraitdə yetişdirildiyinə, həm də daha tez bişdiyinə görə bahadır. Məncə onlar gəlib Azərbaycanda bizneslərini qursunlar. Bu nədir? Apelsine oxşuyor. Bilməm, soruşaq da. O tikanlı yemişdi. Tikanlı yemiş, maraqlıdır, neçədir? Bir dənəsi 50 şilingədir. Tikanlı yemiş. Baxın necə maraqlıdır. Xanımın dediyinə görə çox şirindir. Hə Murad, yemisən bundan? Yox, yeməmişəm. Dadına baxaq. Qoxudur. Birini kəssin, baxaq. Götür bunu sən. Birinci dosta verərlər. Xiyara oxşuyor. Bir verirsən, yemişə oxşamır.
Bu doğrudan da xiyara oxşuyur. Baxaq. Bismillah. Xiyardır da bu. Bu yemiş niyə deyirlər bunu? Dedi çox şirin olur, nə olur. Onlar buna sorun melon deyirlər. Bu bildiyimiz xiyardır, tikanlı xiyar. Hətta mən sizə deyim ki, bəzən melit sortları olur. Biraz vaxtı keçir həmin xiyarların, o köhnə xiyarların, o turşumuş dad gəlir ha. Eynən həmin daddır. Belə, davam eləyik. Axıra qədər yemədin ha. Yemək demişkən Kenyanın mətbəxində xüsusi gözə çarpacaq heç nə görmədim. Düzdür, adları nyama, çoma, giteri, matoki, mutura və s. kimi adlandırılsa da, amma yeməklərin dadları bizim hər gün yediyimiz təamlarla demək olar ki, eynidir, həm də dadlıdır. Sadəcə hərə özünə xoş gələn tərzdə xörəkləri brendləşdirib. Bu da təbiidir. Yəqin ki, bəzilərimiz filankəs əlimə su tökməyə layiq deyil kimi fikirlərini çox səsləndirib. Amma həmin adamlar bilməlidir ki, Kenya restoranlarında belə söhbətlər necə deyərlər keçmir. Çünki burada yemək yeməmişdən əvvəl əllərini elə süfrənin arxasında yumalı olursan. Və əlinə su tökəcək şəxsin buna layiq olub-olmadığını araşdırmağa sadəcə nə həvəsiniz, nə də imkanınız olmayacaq. Bu həm sıradan, həm də premium restoranlarda belədir. Əslində Kenyadan daha çox danışmaq, çəkilişlər aparmaq olardı. Amma növbəti gün ölkəni tərk eləməli olduğumuza görə, həm də fiziki baxımdan mümkün olmadığına görə qərara gəldik ki, biz Kenyadan yox, Kenyadakılar bizdən danışsın. Yaltaq adamları sevmədiyimi bilirdilər. Ona görə də bələdçilər maksimum səmimi olacaqlarına söz verdilər. Əvvəla onu deyim ki, Azərbaycanın keçmiş Sovet ölkəsi olmasından başqa heç nə bilmirdim. Təbiəti, şəhərləri və insanları haqqında da məlumatım yox idi. Amma uşaqlar, sizin sayənizdə artıq ölkənizlə qiyabi tanışam. İnternetdə mənə göstərilən o gözəllikləri realda da görmək istərdim. O ki qaldı sizə, hərəniz başqa-başqa adamlarsınız. Vay, davranəli. Rahat gözürür, amma Sənin nə var, oturmuşsan oturacağın ortasında. Mən burada bir dəhər olmuşam. Ay dədəm, vay. Ay dədə, hey! Məsələn, Murad səbirli, təmkinli, sakit təbiətlidir. Emin isə tam əksinə. Səbirsiz, dəliqanlı, tez özündən çıxan. Özündən tez çıxsa da, Emin fədakar, dostu darda qoymayan biri kimi yadımda qaldı. Mitingdə dəfələrlə yanımızda qaz bombası partladı. Daş atdılar. Adama nə qədər desəm də ki, sən qaç. Əksinə, mən onu qorumalı olduğum halda, o məni qorumağa çalışırdı. Mənə elə gəlir, insan belə vəziyyətlərdə tanınır. Murad az qala dünyadakı bütün qayda qanunlara əməl eləyən bir şəxsdir. Onunla dünyanın hansı ölkəsinə getsən, bil ki, orada sənə heç bir problem yaranmayacaq. Muradın pis cəhəti başının telefona çox qarışmasıdır. Hər ikisi həssasdır. Emin azan səsi eşidəndə göz yaşlarını saxlaya bilmir. Azan nədir? İnsanları çağırırlar ibadətə, düz yola, günahlarından azad olmaqsan. Biz də nə qədər günah işlətmişik. Ya o yerə hər dəfə eşiləndə Bilmirəm kadrlarda var ya yox. Murad da evsiz uşaqları görəndə çox kövrəlmişdi. söz yoxdur, Emin. Ürək doludur. Baxıram, ürək ağrıdıcı bir şeydir. Bu uşaqların nə anası, nə ataları var, nə evi var, nə eşiyi var. Bir sözlə uşaqlar, sizi tanımağıma həqiqətən şadam. Ümid eləyirəm nə vaxtsa sizlə yenə görüşəcəyik. Mənə sual versələr ki, Kenyaya gəlməyə dəyər ya yox, şəxsən mən gələrdim. Mənə Kenyanı ən çox sevdirən buranın tarixi, təbiəti, mədəniyyəti və ən əsası sadə cəmaatı oldu. Başımıza kriminal hadisələr gəlsə də, ürək ağrıdan mənzərələrin şahidi olsaq da, sanki qarşılaşdığımız bir neçə xoş məqam bütün bu problemləri bizə unutdururdu. Elə bələdçimiz Moraro'nun paytaxtımız Bakının adını tez-tez unutduğu kimi. Baku, yok, Capital, Baku. Baku, Abu, Baku, Baku. Moraro'ya paytaxtımızın Abu yox, Bakı olduğunu dəfələrlə xatırladıb, Kwaheri Kenya, yəni salamat qal Kenya deyib sağollaşdıq. Kwaheri Kenya. Bəh, gözəl. Azərbaycan haqqında eşitmisən? Land of fire. Odlar yurdu. Azərbaycan. Atabali como baganda ban.
Deyəsən avtoritetlə qarşılaşmışıq. Bakıdakı tıxaclara min şükür. Mike, deyəsən xərcin çıxdı. Heç olur belə şeylər. Daha demir ki, onları çəkirəm, pul aldılar bizdən, rüşvət aldılar. 41 yaşında 44 uşaq dünyaya gətirib. Siz Mama Uqandanın qızısınız? Bəli, 6 saatdan sonra gəlib tapmışam buranı. Uşaqlar deyir o burada yoxdur. Həmin o məşhur Mama Uqanda. Amma o qəndə. 26 qardaşım var, 22 bacım var. Azərbaycan adətlərinə görə evə əli boş gəlmək olmaz. Ha, konfet. Ha, konfetlə başımı aladım, pulum qaladım. ümumilikdə 15 dəfəyə 48 uşaq doğdum. Deyəsən xoşbəxtsən. Belə xanıma görə dəyərdi.